On June 2nd, President of the Republic of Azerbaijan Ilham Aliyev attended the official opening ceremony of the 30th anniversary Caspian Oil and Gas Exhibition, 13th Caspian International Power and Green Energy Exhibition, and the 30th anniversary Baku Energy Forum, held as part of the Baku Energy Week at the Baku Expo Center. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev. Addressing the event, Thomas Hurd, board advisor at the UK-based ECA Events Group, said, Your Excellency, Mr. President. Zatəlləri Cənab Prezident, hörmətli və möhtərəm qonaqlar, xanımlar və cənablar. Təşkilat Komitəsinin adından böyük şərəf hissi ilə sizi 30-cu yubiley Bakı Enerji Həftəsində salamlayıram və fürsətdən istifadə edərək Azərbaycanı keçən axşam fantastik qələbə münasibəti ilə də təbrik edirəm və zat əlləri Cənab Prezident, Azərbaycan Respublikasının Prezidenti zat əlləri Cənab İlham Əliyevə minnətdarlığımızı ifadə edirik. Cənab Prezidentin tədbirdə iştirakı bu tədbirin Azərbaycanın enerji sektoru və bütövlüklə beynəlxalq ictimaiyyət üçün əhəmiyyətini vurğulamış olur. 1994-cü ildə Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan qlobal enerji səhnəsinə ilk cəsarətli addımlarını atdı. İlk dəfə keçirilən Xəzər neft və qaz sərgisi Azərbaycanın müasir enerji strategiyasının və qlobal enerji əməkdaşlığının dinamik rolunu əks etdirən, əsasını qoyan tarixi əsrin müqaviləsinin imzalanması ilə eyni vaxtda təsadüf etdi. O vaxtdan bəri Bakı Enerji Həftəsi enerjinin gələcəyini formalaşdırmaq üçün hökumətləri, qlobal şirkətləri və sənaye ekspertlərini bir araya gətirərək regionun ən hörmətli və nüfuzlu platformalarından birinə çevrildi. Bu ilki yubiley tədbir Azərbaycanın enerji potensialına artan beynəlxalq marağı və inamı əks etdirən yeni iştirakçılar və milli pavilyonlarla yanaşı 30 ölkədən 200-dən çox şirkəti qəbul edir. Mən Azərbaycan Respublikasının Energetika Nazirliyinə, SOCAR və bütün dəyərli tərəfdaşlarımıza və sponsorlarımıza bu mühüm hadisənin tədbirin həyata keçirilməsində əvəzsiz dəstəyinə görə səmimi təşəkkürümü bildirirəm. İcazə verin, hamınızı bu əlamətlər yubiley münasibəti ilə təbrik edim və sizə dəyərli müzakirələr, yeni əməkdaşlıqlar və maraqlı imkanlarla dolu uğurlu, məhsuldar və ruhlandırıcı həftə arzulayım. Çox təşəkkür edirəm. Böyük şərəf hissi ilə səhnəyə Azərbaycan Respublikasının Prezidenti zat əlləri Cənab İlham Əliyevi dəvət edirəm. Xanımlar və cənablar, sabahınız xeyir olsun. İlk olaraq bütün qonaqlarımızı salamlayıram və bizimlə birlikdə olduqlarına görə təşəkkür edirəm. Eyni zamanda təşkilatçılara da Azərbaycanın enerji gündəliyinin davamlı olaraq dəstəklədiklərinə görə minnətdarlığı bildirirəm. Artıq qeyd edildiyi kimi, ilk neft-qaz sərgisi 1994-cü ildə təşkil edilmişdir və həmin sərgidən dərhal sonra Azərbaycan Beynəlxalq Neft Şirkətləri Konsorsiumu ilə sonralar əsrin müqaviləsi adlandırılan və regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişi imzaladı. Bunlar Prezident Heydər Əliyevin baxışı sayəsində mümkün oldu. O aydın şəkildə anlayırdı ki, xüsusilə də enerji sahəsində geniş beynəlxalq əməkdaşlıq olmadan nəzər alsaq ki, o zaman bizim iqtisadiyyatımızın ən cəlbedici sahəsi məhz enerji idi, Azərbaycan çətinliklərin öhdəsindən gələ bilməyəcək və həqiqi müstəqil dövlət də ola bilməyəcəkdir. Çünki bugün həmin dövrə nəzər salanda aydın olur ki, müstəqillik uğrunda yol həmin tarixi məqamdan başladı.
O zaman Azərbaycan müəyyən obyektiv səbəbdən xarici investorlar üçün çox riskli ölkə hesab edilirdi. Ölkədə vətəndaş qarşıdurması yeni başa çatmışdı, iqtisadiyyat iflic vəziyyətində idi, inflyasiya 1000% ölçülürdü və yoxsulluq hökm sürürdü. Bununla yanaşı, ərazilərimizin Ermənistan tərəfindən işğal nəticəsində yüz minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmışdı. Təsəvvür edirsiniz ki, gələcəklə bağlı nə dərəcədə qaranlıq mənzərə yaranmışdır. Bugün isə biz onu görürük ki, bizim enerji siyasətimiz iqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsi idi. Bugün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir. Neft və qazın bizim ümumdaxili məhsulumuzda payı təqribən 30%-dən artıqdır. Azərbaycan geniş miqyaslı islahatlar həyata keçirir. Bizim iqtisadiyyatımız özünü təmin edir. Bizim xarici borcumuzun səviyyəsi ümumdaxili məhsulun 7%-dən azdır və maliyyə ehtiyatlarımız borcumuzu 14 dəfə üstələyir. Biz milli sərvətlərin düzgün bölüşdürülməsi nəticəsində yoxsulluğun azaldılmasına müvəffəq olduq və bugün yoxsulluq səviyyəsi 5%-ə bərabərdir. Biz insan kapitalına və təhsilə ciddi maliyyə vəsaitləri yatırdıq. Savadlılıq səviyyəsi təqribən 100%-ə bərabərdir. Azərbaycan regionda yeni mühit formalaşdırdı. Açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, biz Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilmişik. Çünki biz infrastruktur layihələrinə çox böyük sərmayə yatırdıq. Bununla yanaşı, bizim enerji layihələrimiz sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edildi. Biz tərəfdaşlarımızla birlikdə Xəzər dənizi, Qara dəniz və Aralıq dənizlərini birləşdirən strateji boru kəmərlərini inşa etdik. Əlbəttə, bunların tacı Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3500 kilometrlik Cənub qaz dəhlizidir. Əlbəttə, bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Biz anlayırıq ki, bundan sonra da enerji, neft və qaz bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaqdır. Ötən ilki Bakı Enerji Həftəsindəki çıxışım zamanı mən iştirakçılara məlumat verdim ki, o zaman biz 8 ölkəyə təbii qaz ixrac edirdik. Bugün isə deyə bilərəm ki, həmin ölkələrin sayı 12-yə çatıbdır və bu hələ də son deyil. Biz ixrac coğrafiyasının genişləndirilməsi üçün bəzi ölkələrlə danışıqlar və sərmayə qoyuluşu mərhələsindəyik. Boru kəməri qazı ilə müəyyən coğrafiyanın təmin edilməsi baxımından Azərbaycan bugün qlobal səviyyədə aparıcı ölkələrdən biridir. Bütün bunlar pozitiv dinamikadır və biz enerji sahəmizin inkişafının təkcə Azərbaycanın potensialı deyil, həmçinin qonşuluğumuza da töhfə verdiyini görürük. Beləliklə, enerji resursları düzgün idarə edilirsə, investorlar, tranzit ölkələr və istehsalçılar arasında əməkdaşlıq məhz bu səviyyədədirsə, o zaman uğur əldə edilir. Hər kəs üçün uduşlu vəziyyət yaranır və biz hər zaman istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında maraqların balansına diqqət yetirmişik. Çünki zənnimcə bu amil gələcək enerji əməkdaşlığı baxımından olduqca vacibdir. Bizim təbii qaz ixracımız ötən il 25 milyard kubmetrə çatmışdır.
Biz hasilatı artırmaq niyyətindəyik. Çünki artıq müqavilələr imzalanıbdır və proses getməkdədir. İşlər planlarımıza əsasən getsə, biz 2030-cu ilədək qaz ixracını 8 milyard kubmetrə qədər artıracağıq və o xarici bazarlara təklif ediləcəkdir. Bununla yanaşı imzalanmış müqavilələrə və sərmayə ötəliklərdə əsasən deyə bilərəm ki, 2030-cu ilədək 6,5 giqavat həcmində istehsal edilə biləcək bərpa edilmiş enerji gücünə malik olacağıq. Bu da bizim ümumi enerji istehsalımızın 35%-dən çoxunu təşkil edəcək. Yəni Azərbaycanın yaşıl enerji gündəliyi olduqca iddialıdır. Neft və qazla zəngin olan ölkənin xarici investorlarla bərabər yaşıl enerjiyə sərmayə qoyması bizim məsuliyyətimizi nümayiş etdirir. Bütün bu yaşıl enerji potensialımız sayəsində biz əlbəttə ki, Azərbaycanın elektrik enerjisinə artan tələbatını təmin edəcəyik. Əsasən bərpa olunan enerji hesabına. Bunun nəticəsində bir neçə milyard kubmetr qaza qənaət ediləcəkdir və bu həcm ixrac olunacaqdır. Əlbəttə, ola bilər ki, COP29-un prezidenti olaraq neft və qaz haqqında danışmağımız bir o qədər də uyğun deyil, ancaq bizim COP29 ilə bağlı gündəliyimiz çox praqmatik idi. Biz populizmdən, yalançı narrativlərdən uzaq idik. Həmin gündəlik ölkələrin qazıntı yanacağına olan tələbatının praqmatik hesablamalarına əsaslanırdı. Bəzi ölkələrdə bugün qazıntı yanacağı növləri ilə yaşıl enerji arasında olan balans nəzərə alınmır. Nəticədə geniş miqyaslı enerji kəsintiləri, enerji sisteminin çökməsi baş verir. Həmçinin burada daha mürəkkəb ssenarilər də baş verə bilər. Yəni, bəzi müəyyən addımları şərtləndirən meyllərə rəğmən həmin balansın qorunması düzgün siyasətdir. Azərbaycana gəldikdə biz təbii qazın hasilatının həcmini artırırıq. Çünki buna ehtiyacı olan ölkələr var və biz bu tələbatı ödəməliyik. Eyni zamanda tərəfdaşlarımızla birlikdə biz yaşıl enerji layihələrinə də yatırım edirik. 2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataq və əlavə yeni yataqlardan hasil ediləcəkdir. Yəni bugün bura sərmayə qoymuş investorlar hasilatın həcmini artıracaqlar. Həmçinin imzalanmış yeni sazişlər və nəzərdə tutulan müqavilələr həmin potensialı təmin edəcəkdir. Ötən il Bakı Enerji Həftəsi çərçivəsində toplam 1000 meqavat yaşıl enerji həcmində müqavilələr imzalandı və bu tədbir çərçivəsində də bir neçə 100 meqavat həcmində yeni sazişlər imzalanacaqdır. Yəni biz bu yol ilə irəliləyirik. COP29 haqqında danışarkən onu həqiqətən də uğurlu olduğunu qeyd etməliyik. Onun Bakı sıçrayışı adlandırılması bir çox hədəflərə nail olmağımızla bağlıdır. Onların hər birini sadalamaq istəmirəm, ancaq burada mühüm nailiyyət kimi itki və zərər fondunun təsis edilməsi, inkişafda olan ölkələr üçün nəzərdə tutulmuş yardımın 100 milyard dollardan 300 milyard dollara qədər artırılmasını qeyd etmək istəyirəm. Bununla yanaşı, 10 il davam edən müzakirələrdən sonra karbon bazarı da işlək vəziyyətə gətirildi. Enerji bazarında məsuliyyətli aktor hər zaman realistik hədəfləri qarşısına qoyan və müxtəlif oyunçuları bir araya gətirə bilən ev sahibi olan Azərbaycanın mirası məhz bundan ibarətdir. COP29 ilə bağlı daha bir
Hədəfimiz və rolumuz qlobal cənub və qlobal şimal arasında körpünün qurulması idi və biz buna nail ola bildik. Hədəf ətraf mühiti ən çox çirkləndirən ölkələr, yəni inkişaf etmiş ölkələr və bundan əziyyət çəkən, hətta bəzilərinin mövcudluğuna təhlükə olan, inkişafda olan ölkələr arasında etimadın artırılması idi. İnkişaf etməkdə olan kiçik ada dövlətlərinə olan yardım paketi də COP29-da elan edildi və biz bu istiqamətdə səylərimizi davam edəcəyik. Bir daha bütün qonaqlarımızı salamlayır və Bakı Enerji Həftəsinə uğurla arzu edirəm. Çox sağ olun. Wyatt Toka, Senior Advisor for European and Eurasian Affairs at the U.S. Department of State, said, Əsr müqaviləsindən Cənub qaz koridoruna qədər Azərbaycan həqiqətən də enerji təhlükəsizliyinin regionda və ondan da daha ətrafda həlledici oyunçu olduğunu göstərmişdir. Azərbaycanla bizim ortaq maraqlarımızı təşəkkül tapması üçün və həmçinin də enerji təhlükəsizliyinin təmin olunmasında işbirliyinə sadiqik. Əziz cənab prezident, sizə səmimi qəlbdən və Azərbaycan xalqına səmimi qəlbdən 30-cu Bakı Beynəlxalq Neft və Qaz sərgisinin keçirilməsi münasibətilə təbrik edirəm. Bu, Azərbaycanın liderliyinin həqiqətən də regionda enerji sektorunda liderliyini və qlobal enerji təhlükəsizliyini təcəssüm etdirir. 30 il ərzində iki millətimiz, iki xalqımız həqiqətən də enerji sərvətləri fonunda karbohidrogen sektorunda liderliyini nümayiş etdirmişdir və həqiqətən də qlobal enerji ehtiyatların növbəti 10 illər ərzində qarşılanması baxımından da bu çox önəmlidir ki, hər bir xalqın da resursları öz rifahına da xidmət etsin. Azərbaycanla tərəfdaşlığımızı ABŞ enerji sabitliyinin həyata keçirilməsinin mümkünlüyü istiqamətində də davam etdirmək əzmindədir. Bu önəmli sektorda birlikdə biz daha da enerji müstəqilliyini, dayanıqlıq və iqtisadi artım istiqamətində səylərimizi reallaşdıra bilərik və bu gözəl tədbirlə bağlı olaraq bir daha təbriklərimi çatdırıram. Səmimi qəlbdən Donald Trump. Alparslan Bayraktar, Minister of Energy and Natural Resources of the Republic of Turkey, read out President Recep Tayyip Erdoğan's letter regarding the Baku Energy Week. Saygıdeğer katılımcılar, kıymetli misafirler, hepinizi en kalbi duygularımla, muhabbetle selamlıyorum. Geçtiğimiz yıllarda olduğu gibi bu senede Bakü Enerji Haftası kapsamında düzenlenen etkinliklerin ebedi kardeş iki ülke Türkiye ve Azerbaycan başta olmak üzere bölgemiz için hayırlara vesile olmasını diliyorum. Can Azerbaycan'la yakın münasebetlerimiz her alanda olduğu gibi enerji alanında da güçlü şekilde kararlılıkla devam ediyor. Enerji alanında birçok başarıya seneler boyunca beraber imza attık. Son yıllarda yaşanan küresel jeopolitik gelişmeler, enerji güvenliği konusunda Türkiye-Azerbaycan işbirliğinin ne kadar önemli olduğunun altını bir kez daha çizmiştir. Bakü-Tiflis-Ceyhan, Bakü-Tiflis-Erzurum boru hatları ve TANAP gibi altyapı yatırımlarıyla taçlandırdığımız bu işbirliğimiz sadece Türkiye ve Azerbaycan'a fayda sağlamakla kalmayıp bölgenin ve Avrupa'nın enerji güvenliğine de önemli katkılar yapmayı sürdürüyor. Mart ayında açılışını yaptığımız Iğdır-Nahçıvan boru hattı yıllara ve başarılara dayanan enerji işbirliğimizin en yeni örneğini teşkil etmiştir. Hattın faaliyete geçmesi Nahçıvan bölgesinin enerji arz güvenliğini kuvvetlendirmiş ve bizi beraber daha güçlü kılmıştır. Türkiye-Azerbaycan arasındaki elektrik bağlantımızın arttırılması bizler için stratejik önemdeki bir diğer projedir. Bu çerçevede hem Türkiye-Nahçıvan hem de Türkiye-Gürcistan enterkoneksiyon kapasitelerinin yükseltilmesi hızlıca atmamız gereken yeni adımlardır. Nitekim Türkiye, Azerbaycan, Gürcistan ve Bulgaristan arasında yeni bir elektrik enterkoneksiyon hattı tesisi maksadıyla yeşil elektrik iletimi ve ticaretine yönelik işbirliğine dair mutabakat zaptını imzaladık. Bölgemizin enerji güvenliği ve refahı açısından bir diğer tarihi adımı teşkil eden bu projeyi de inşallah en kısa zamanda tamamlamayı hedefliyoruz. İki ülke arasında doğal gaz alanında yeni projeler için hala büyük bir potansiyel olduğunu görüyoruz. Uzun yıllardır
hem Türkiye'ye hem de Avrupa'ya önemli hacimlerde gaz tedarik eden Azerbaycan'ın dünya enerji piyasasındaki bu stratejik rolünün özellikle içinde bulunduğumuz konjonktürde önemi çok büyüktür. Önümüzdeki dönemde Türkmen gazının tüm tarafların yararına olacak şekilde Azerbaycan ve Türkiye üzerinden ihracı hususunda işbirliğimizi geliştirmemiz için önemli bir fırsat bulunuyor. Bu proje hem tedarik yollarının çeşitlendirilmesine hem de bölgesel refaha katkıda bulunacaktır. Enerji alanındaki bu dinamik ortam ve gelişmelerin yakından izleneceği Bakü Enerji Haftası'nın tüm katılımcılarına başarılar diliyor. Bu etkinliğin düzenlenmesinde emeği geçenlere teşekkür ediyorum. Daha geçen hafta Laçin'de bir araya geldiğimiz kardeşim Cumhurbaşkanı İlham Aliyev'i ve tüm katılımcıları en kalbi duygularımla selamlıyorum. Recep Tayyip Erdoğan, Türkiye Cumhurbaşkanı. Minister Alparslan Bayraktar then delivered a speech. Türkiye ilə Azərbaycan arasında olan tərəfdaşlıq həqiqətən də bir model strateji əməkdaşlıqdır. Onun kökləri tarixi, mədəni və həmçində ortaq baxışla da ifadə olunur. Bugün biz əsas müqavilənin imzalanması ilə neft və qaz istehsalını Azərbaycanda daha da artıracaq. Şəfəq Asiman layihəsi üzrə sazişdən gedir. Bu Turkish Petroleum, SOCAR və BP arasında üç tərəfli bir işbirliği olacaqdır. Addressing the event, Cristina Lobeo Borrero, Director of the Energy Platform Task Force, Directorate General for Energy, European Commission, said, Azərbaycanın potensialı bu baxımdan həqiqətən də alternativ enerji mənbələrindən enerjinin istehsalında da lider olmaq potensialına sahibdir. Bu yolda biz Azərbaycanla birlikdə bu yolu keçməkdə hazırıq ki, Azərbaycanın o nəhəng potensialına gerçəkləşməsində birlikdə bu adımları ataq. Azərbaycanla biz istəyirik ki, birlikdə sərmayə yatıraq, birlikdə inkişaf edək və birlikdə də layihələri təhvil verək. Haytham Al-Ghais, Secretary General of OPEC, said, Azərbaycan özünü həqiqətən də gələcək enerji inkişaf yollarına gəldikdə bir lider olduğunu nümayiş etdirmişdir. Bu əyani şəkildə görsənir. Onun konstruktiv mövqeyi COP29-un Bakıda keçirildiyi zamanı və onun həmçinin də OPEC və qeyri-OPEC dövlətləri istehsalçılar arasında dialoqda da Azərbaycanın rolunda ifadə olunur. Bu olduqca enerji bazarı sabitliyi baxımından önəmlidir. OPEC olaraq biz də Azərbaycanla işbirliyimizi davam etdirmək əzmindəyik ki, sabit, dayanıqlı, təhlükəsiz enerji gələcəyi hamı üçün təmin olsun və gələcək ki, bütün cəhdlər bazarın sabitliyinin təmin olunması üçün səfərbər olunmalıdır və elə bir gələcək ki, biz gələcəyin enerjisini qarşılamış olaq. Və Azərbaycan müasir neft sənayesinin beşi olduğu kimi, həmçinin Azərbaycan eyni zamanda da bütün enerji növlərinin təşəkkül tapmasının bir beşiyidir. Sophie Westlake, head of the International Energy Joint Unit of the UK Foreign, Commonwealth and Development Office and the Department for Energy Security and Net Zero, said, Azərbaycan eyni zamanda da qlobal və ədalətli enerji keçidində də lider rolunu oynayır. Yeni alternativ enerji ilə bağlı olaraq layihələrin ərsəyə gəlməsi Azərbaycanın həmişə enerji təhlükəsizliyində oynadığı o rolunu vurğulamış olur. Birləşmiş Krallıq Azərbaycanla bu yolda birlikdədir. The head of state first visited a stand of SOCAR, the state oil company of Azerbaijan. SOCAR plays a strategic role in delivering the country's national resources to international markets and contributes significantly to the energy security of Azerbaijan and its strategic partners. The company continues its purposeful transformation from a national oil and gas entity into a global energy company, reinforcing its position in the energy sector through high-quality management, transparency, and modern approaches. SOCAR operates successfully across a wide range of sectors, including exploration and drilling, production, transportation, refining, manufacturing, marketing, retail fuel sales, gas distribution, and the development of renewable energy sources. The company promotes sustainable growth through digitalization, innovation, and transition to green energy. SOCAR also actively participates in combating climate change by prioritizing the implementation of environmentally friendly, low-carbon, and advanced technologies.
Afterwards, the head of state viewed the Germany's national pavilion and stands of the following companies: BP Azerbaijan, Turkiye Petrolleri Anonim Ortaköy, TPAO, Italy's Maer, Budapest-based MOL Group, Russian Federation's Tatneft, China's Sinopec SJ Petroleum Maknuri Company, Uzbekistan's Uzbekneftgaz JSC, UAE's Mostar, USA's Schlumberger, SLB, Saudi Arabia's Aqua Power, France's Total Energies. This year, Baku Energy Week is hosting 267 companies from 39 countries. Baku Energy Week traces its origins to Caspian Oil and Gas, the first international specialized exhibition held in independent Azerbaijan. Initiated by national leader Heydar Aliyev and further supported by President Ilham Aliyev, the event has evolved into one of the world's most prestigious gatherings in the energy sector. This year, 35% of the exhibitors are new companies. International interest in Azerbaijan's oil, gas, and energy sectors continues to grow. Approximately 70% of the exhibitors are foreign companies, while 30% represent local enterprises. This once again demonstrates not only strong international cooperation, but also the active engagement of the local business community. Leading industry companies that have traditionally participated in the event occupy 40% of the exhibition space. Many of them continue to support the sector's development by participating as sponsors, as they have done in previous years. Since its inception, the Caspian Oil and Gas Exhibition has become a key meeting point for leading professionals in the oil, gas, and energy sectors, a venue where memorandums, cooperation agreements, and future partnership deals are regularly signed. Over the past 30 years, Baku Energy Week has made a significant contribution to the development of Azerbaijan's oil, gas, and energy industries, attracting more than 9,000 companies from 80 countries and welcoming over 170,000 visitors. At the 13th Caspian International Power and Green Energy Exhibition, Caspian Power, international and local companies will present the latest developments and solutions in the field of energy and renewable resources. The exhibition will cover a wide range of sectors including solar, wind, and geothermal energy, thermal power, machinery and energy equipment, electric transport, energy-efficient technologies, and other related products, services, and new projects. Later, President Ilham Aliyev familiarized himself with the exhibition.